ayında Ermənistan hökuməti siyasi motivli qərar verdi. Suriya ərazisindəki konkret olaraq Dəməşq və Hələbdəki erməni əsilli şəxslərə Ermənistan vətəndaşlığı verilməsi üçün dövlət büdcəsindən 73 min dollara yaxın vəsait ayrıldı. Əvvəlcə sadə humanitar jest kimi görünən bu qərarın pərdəsi aralandıqca, onun arxasında duran siyasi, demoqrafik və ideoloji konturlar da tədricən görünməyə başladı. Görəsən Ermənistan hökuməti hansı məntiqlə qərara gəldi ki, həmin şəxslər vətəndaşlıq almağa layiqdirlər? Bu ilin birinci rübündə Ermənistanın Suriyadakı diplomatik nümayəndəlikləri ümumilikdə 448 pasport təqdim edib. Bu sənədlərdən 243-ü Hələbdəki baş konsulluq tərəfindən, 205-i isə Dəməşqdəki səfirlik tərəfindən verilib. Ermənistan hökumətinin məhz bu iki şəhərdəki erməniləri prioritet hesab etməsi isə təsadüfi deyil. Sual doğuran məqam isə odur ki, Ermənistan əhalisinin sayının azalması və ölkəni tərk edən gənclərin artdığı dövrdə niyə məhz Suriyadan gələn ermənilər seçilir? Cavab sadədir. Çünki onlar daha rahat yönləndirilə bilən, tez olğunlaşan və asan idarə olunan insanlardır. Qısaca, Ermənistan üçün öz əhalisi artıq yetərli resurs deyil. Hökumət yeni erməni modeli formalaşdırmağa çalışır. Geopolitik məqsədlərə uyğunlaşdırılmış, ideoloji olaraq yönləndirilə bilən, etnik mənsubiyyəti şübhəsiz olan yeni vətəndaşlar. Bu mənzərədə Ermənistanın əslində nə qədər xalqına bağlı olduğunu deyil, onları nə qədər etnik manipulyasiya alətinə çevrildiyini görmək mümkündür.